Qoç, bugün çox ciddi və vacib məsələlərin həllinə girişməyin. Əvvəlcə yarımçıq işlərinizi tamamlamalısınız. İşgüzar danışıqlar zamanı son dərəcə diqqətli və ehtiyatlı olun. Tələyə düşmə ehtimalınız istisna deyil. Buğa, bürcün bəzi nümayəndələri öz sevgilərini sosial şəbəkə vasitəsilə tapacaqlar. Dostluq məclislərindən imtina etməyin, çünki belə yığıncaqlarda sizi maraqlı tanışlıq gözləyir. Yaxşı olar ki, zərərli vərdişlərdən əl çəkəsiniz. Əkizlər, yaxşı təəssürat yaratmağa can atdığınız görüşləri bugünə təyin edə bilərsiniz. Ulduzlar qarderobunuzda yenilik etməyi, yaxud imij dəyişikliyini məsləhət görür. Bürcün nümayəndələri macəra axtarışındadır və tez bir vaxtda buna nail olacaqlar. Xərçəng, çətin gündür. Bugün yaxınlarınızdan eşitdiyiniz məsləhətlərə qulaq asın ki, səhvə yol verməyəsiniz. Dolaşıq vəziyyətə düşəcəksiniz. Həyatınızı daha rahat etməyin yollarını arayın. Şir, vacib məsələlərin həllini sabaha saxlamayın. Çalışqanlığınızın nəticəsi məhsuldar olacaq. Günün qanqaraldıcı tərəfi maliyyə çətinliyi ilə bağlıdır. Xoşbəxtlikdən bu hal müvəqqəti xarakter daşıyır. Qız, əyləncə və istirahət üçün əlverişli gündür. Çoxdan da xoşunuza gələn insanın qəlbini ələ almaq şansınız olacaq. Yaxın ətrafınız sizi xoş sürprizlə, gözlənilməz hədiyyə ilə sevindirəcək. Tərəzi, işə həvəssiz yanaşırsınız. Buna görə də zəhmətiniz nəticəsiz qalır. Ailə üzvlərinizlə aranızda fikir ayrılığı olacaq. Onlar son vaxtlar hərəkətlərinizdən narazıdırlar. Münasibətləri korlamamaq üçün mübahisə yaranmasına imkan verməyin. Əqrəb, kifayət qədər xoş və uğurlu gündür. Sizə əziz olan insanlarla ünsiyyət yaxşı təsir bağışlayacaq. Bugün planlaşdırılmamış alış-veriş gözlənilir. Doğmalarınızı xoş sürprizlə sevindirə bilərsiniz. Oxatan, həyəcanlı gün olacaq, lakin emosional mənzərə tədricən sabitləşəcək və əhvalınız yaxşılaşacaq. Təbii ki, belə bir vəziyyətdə həyat daha gözəl görünəcək. Vacib və çətin işləri bugünə planlaşdırmayın. Oğlaq, günün birinci yarısı istənilən faydalı işlərin reallaşması üçün uğurludur. Zəhmətinizin dəyərləndirilməsi baxımından da çox səmərəli gündür. Yaxşı olar ki, iri məbləğli xərclərdən uzaq durasınız. Dolça, çox uğurlu gün ola bilər. Yeni xəbərlər sizi sevindirəcək. Ehtimal ki, gözlənilməz dəvət alacaqsınız. Ulduzlar təklifi rədd etməyə məsləhət görmür. Şəxsi münasibətlərdə dəyişiklik etmək vaxtı çatıb. Balıqlar, həyat eşqiniz o qədər də yüksək səviyyədə olmayacaq. Gücünüzü bərpa etmək üçün istirahət etməlisiniz. Maraqlı tanışlıq gözlənilir. İşlərinizi günün ikinci yarısına saxlamayın.